Açmır. Açmır axı. Alo, Salam Nərgiz. salam. Mənim çantam işdə qalıb, onu təcili Nərmanov parkına gətirə bilərsən? İndi çıxa bilməyəcəm, işlərim çoxdur. Tamam, yaxşı, sağ ol. Sağ ol. Bəs siz çətinə düşəndə kimə zəng edirsiniz? Çətinə düşəndə kimə zəng edirsiniz? Heç kimə çalışıram özüm həll edeyim. Yəni heç bir elə bir dostunuz yoxdur ki, ona zəng eləyib. Sadəcə olaraq mən dostumu çətinə salmaq istəmirəm də, özüm olsa çətindəyim. Çətinə düşəndə kimə zəng edirsiniz? Atama. Başqa dost tanış. Yox, ailə üzvləri. Məsələn, yığsaz indi açanız açar. Hə, atar. Yığım. Yığın, zəhmət olmasa. Alo. Alo. Sənsən bu. Hə? Yaxşıyam, sağ ol. Prosta tez bura gəl, mən sənata təcili. Biraz problem var. Niyə? Hə, gəl də belə telefonda deyə bilmirəm bura gəlməlisən. Gələ bilərsən. Ay, indi qonağım var, yox. Çətin, gəlməlisən axı. Ay, nə problem ki, deyin. WhatsApp-la yazın, Hə, yaxşı. Hə, yaxşı. Hı, Oldu. WhatsApp-la yazın. Çətinə düşsəz atanız gəlməyəcək. Gəlmədi, yox. Çətinə düşəndə kimə zəng edirsiniz? Çətinə düşəndə ana Bir dostlarınız, tanışlarınız var ki, məsələn, dostunuza yığasınız. var. İndi məsələn, yığsaz. Yığın, baxım görüm, deyin ki, çətindəyim. Necə reaksiya verirlər? Gələrlər, yəni təcili gəlməlisən, çətindəyəm. Çox maraqlıdır. Gələrlər, amma cavablarını mən də bilmirəm. Yoxlayaq onlar. Alo. Hər vaxtın xeyir yox, necəsən? Salam bura. Sağ ol, yaxşı olasınız. Şükür, yaxşı olasan. Hardaydın? Mən Nizamidə nə olub? İşləsən? Nə olub? İyungülvari problemi var idi, Nərmanovdaydın. Nə problem, nə olub? Mən var da indi biraz sıxıntıdayım qardaşım ona görə. Nə olub de görək? Bir dənə məsələ var idi uşaqlarla indi, söhbət düşmüşdü. Mən də burada tək idim, Hansı gördüm. uşaqlarla? Yəni burada qalırlar, tanımıram. İcazə götürə bilsən bir hardasa 10 dəqiqə, 15 dəqiqə gəlib eləməyə. Yox, Allah təkəm burada. Sənə görüntüsünü atarım. Qapının ağzına tək oturmuşam. Heç kim yoxdur. Yaxşı Götür qardaşım. ola burada. Çətin gələrlər, qardaşım. İndi görüm özüm nəyinəm. Çətinə düşəndə kimə zəng edirsiniz? Dostumuzla kimizdən gələməli. İndi yığsaz dostunuz açıb sizin yanınıza gələr. Çətindəyəm desəz. Bu dəqiqə inanmıram. Yoxlayaq, bəlkə görək, bəlkə gələr. Yaxşı. Deyin çətindəyəm, təcili gəlməsin, yəni çox sorğu-sual eləməsin, yəni gəlməlisən də təcili, görək gələ biləcək. Onu çox zəngkar. Bəli. Abi, çətin vəziyyətdəyəm. Gələ bilərsən Nərmanovun parkına. Necə? Çətin vəziyyətdəyəm. Kömək lazımdır mənə. Gələ bilərsən Nərmanovun parkına. Nə olub, dalaşmısan? Hə, gəl. Təcil lazımsan. Yaxşı, gözlə bir. Taksiyə minib gəlirəm. Bir 10 dəqiqə yazad oradayam. Həqiqi. Hə, yaxşı. Dəf kimidir, mənə də şükür, mənə də şükür. Anama. Məsələn, indi yığsaz anavıza desəz çətindəyəm, necə bir reaksiya verər? Bilmirəm ki, işdə olmalıdır indi yəni. Yığsaz açmaz. Açar. Deyən yoxlayaq bəlkə. Sadəcə yəni ona görəsən ki, biraz çətin. Mən problem var, çətindəyəm biraz. Kömək edə bilərsən? Nədir? Problem var da. Deyin onda problemin adını de ki bilim. Təcili pul lazımdır. Nə qədər? 100 manat. Nə vaxt? Bugün. Mən işdən çıxıb vura bilərəm sağ ancaq.
Hə? Nəyə görə? Nə idi elə problemin? Çətinliyəm də, yəni borcum var. Sən borçluğan idin mi? Mən borc. Nə bilim, mənim oldu da. Yaxşı mənim işdə sonunda. Yaxşı, evə gedəndə vuraram. Yaxşı mənim, sağ ol. Çətinə düşəndə ən əziz adamlarıma, oğluma, yoldaşıma, qızıma zəng eləyirəm.